Değerli dinleyenler, Azərbaycan tarixi, millət, dövlət, siyasət bu günlərdə Türkiyədə nəşr edilmiş və Azərbaycanın siyasi tarixini anlatan yeni kitabın adıdır. Kitabın yazarı tarixçi alim Profesor Nəsib Nəsibli proqramımızın qonağıdır. Nəsib bəy, kitabın əsas bölümünə siz bu sualla girmişsiniz. Qövmü millət edən nədir sualı? Sanki kitabın ana xətti də elə bu suala görə çizilmiş. Yəni bu suala cavab axtaran birinin perspektivindən Azərbaycan tarixinə bir baxış. Elə deyilmi? Hər vaxtınız xeyir olsun. Dinləyiciləri salamlayıram. Özəlliklə millətləşmə dönəmi yaşayan xalqlar üçün milli tarix daha önəmlidir. Nədən? Sovet dönəmində coğrafiyaya dayalı tarix konsepsiyasının hakim olması anlaşılandı. Bu Sovetlərin bildiyimiz ayır-buyur siyasətinin imperativlərindən doğurdu. Sovet dövrü Azərbaycan tarixçiliyinin əsas bəlalarından ya da naqisliklərindən biri də məsələ bu idi. Ondan qurtarmaq lazımdır məncə. Bağımsız Azərbaycanda konsept dəyişməlidir. Onun üçün deyirik millətin tarixi daha önəmlidir. Bu əsər klassik tarixçilikdən fərqli yöntəmə dayanır. Klassik tarixçilik hər şeydən əvvəl necə oldu sualına cavab axtarır. Bir növ təsvirçi mirzəçilikdir. Görürük tarix kitablarının çoxunda nəticə bölümü formal xarakterdədir. Hətta bəzi ciddi əsərlərin heç nəticə bölümü belə yoxdur. Halbuki modern tarixçilik üçün nə üçün belə oldu sualı daha maraqlıdır. Bizimki tarixi politoloji araşdırmadır. Millət, devlət və nəhayət o tirə yazılan millət, devlət, nation state politoloji anlayışlardır. Bu anlayışlar haqqında çeşitli teorilər var. Bunu bizim dinləyicilərimiz də bilir. Mən də çalışdım bu yöntəmdən istifadə edərək ayıq, modern düşüncəli, sorğulama kültürünə malik soydaşlarımızı narahat edən güncəl suallara cavab verim. Bu suallar hansılardır? Biz kimik? Haradan gəlib haraya gedirik? Yəni millətləşmə sürəcinin ən önəmli sualıdır. Niyə bu gündəyik? Darmadağın vəziyyətdəyik, paramparçayıq. Çağdaş Azərbaycanın iki parçası arasında ortaq və fərqli cəhətlər hansılardır bugün? Davam edək. Quzey Azərbaycanda millətləşmə sürəcinin irəliləməsi üçün nələr edilməlidir? Və o tək millətləşmə ilə bitmir, dövlətləşmə sürəci də önəmlidir. Dövlətləşmə sürəcinin irəliləməsi üçün nələr edilməlidir? Quzey Azərbaycanda millət devlətin, buna da izahat vermək lazımdır bir balaca, milli dövlət anlayışından fərqlidir və daha geniş. Yaranması üçün nə lazımdır? Sovet Azərbaycanda millətləşmə və dövlətləşmə sahəsində nələr oldu? Daha konkret sual. Sovet dönəmi İttifaq daxilində müstəqillik modeli idi, yoxsa Çar Rusiyası zamanından formaca fərqli, amma məzmunca eyni sıradan sömürgə hadisəsi idi, müstəmləkə hadisəsi idi. Milli elit nədən bugün də xalqından ayrıdır? Çarlıq dönəmi özü ilə nə gətirdi, nə götürdü? Azərbaycan türkləri genəlliklə haradan çıxdılar? Mənim fikrimcə Albaniya xalqı ya Atropaten xalqı teorisi yanlışdır və nədən yanlışdır? Və siz elə nədən Azərbaycan tarixini, Azərbaycan türkləri tarixini genel Türk tarixinin bir bölümü sayırıq? Siz orada ilk bölümlərində türklərin fərqli dönəmlərdə Azərbaycana axınından bəhs edirsiniz və Səlcuqlulardan başlayaraq dövlətlərdən bəhs edirsiniz. Əslində sizinki burada mı fərqlənir Azərbaycandakı o rəsmi tarix rəvayətindən? Bilirsiniz, biz hələ də bu etnogenez deyilən bu məsələni çözməmişik. Fərqli yanaşmalar var. Sovetlərdə və İranda ənənəvi bir yanaşmanın əsas tezisi belə idi. Deyirlər, ermənilər və farslar bu coğrafiyanın qədim sakinləridir. Türklər isə sonradan köçmüşlər. Sonralar köçdükləri üçün də aşağılıq kompleksində olmalı. Özlərini Təbrizli əlli demişkən bu torpaqların kiraçısı saymalıdırlar. Bizim milli tarixçilər də bu türk düşmənlərini təksib etmək üçün bu coğrafiyada ta qədimdən türklərin məskun olduğunu iddia etməyə başladılar. Bir şey var ama burada. Profesör bu Süleyman Əliyarlının təbii dərinləmə üsulu adlandırdığı bir yöntem var. Əlbəttə ki biz bu yöntəmə uyğun olaraq milattan öncəki tariximizdən vaz keçəsi deyilik. Amma 3-5 türk düşməninə görə də tarixçiliyimizə güvən hissini məhv etməli deyilik. Problemə münasibət
çox sadədir. Türklər kimi farslar və ermənilər də buraya başqa yerlərdən köçmüşlər. Farslardan öncə burada zəngin və güclü elam mədəniyyəti vardı. Ermənilərdən öncə Anadoluda zəngin və güclü Hitit mədəniyyəti vardı. Heç kəs Türkün burada vətən haqqını rədd edə bilməz. Bu irqçilərin iddialarını ciddiyə almamaq gərəkdir. Bir də onlara anlatmaq gərəkdir ki, qədim Misirdəki Qoftilər, Mesopotamiyadakı Asurların dövləti nə oldu? Sizlər də qədimliyi ilə qürur duyan Qopti ya Asurun halına düşəcəksiniz. Yanaşma biraz fərqli bir yanaşmadır. Çox rahat şəkildə bu məsələləri ortaya qoya biləcək bir yanaşmadır deyə düşünürüm. Və sizin kitabın son bölümündə bir cümləniz yazıbsınız ki, Güney Azərbaycanda tarix bilinci, tarix şuuru kimlik problemini çözmə görəvinin, missiyasının ötəsinə keçməli və Türklüyün ən az son 100 illik acı tarixi təcrübələrindən dərs almaq missiyasına odaqlanmalı, fokuslanmalıdır. Yəni eyni istiqamətdə keçmişlə kimlik inşa etmək deyil, keçmişdən, tarixdən dərs almaq. Eləmi? Bu da çox önəmli bir missiyadır. Yəni biz kimin sualına da cavab verməlidir, doğrudur. Bu özəlliklə millətləşmə süreci yaşayan o xalqlarda bir qürur hissi də bu aşılamalıdır. Bu da doğrudur. Amma məncə bu mərhələlərdən də keçməlidir. Yəni ciddi tarixçilik məncə Məlikməmməd nağlı səviyyəsinə enməməlidir. Çünki bu tarix bilinci həqiqətən də millətləşmə sürecində çox önəmli, həssas amillərdən biridir. Qulağımıza xoş gələn fikirlərdən qafamızı qurcalayan fikirlərə keçmək gərəkdir. Yəni nədir? Məsələn, deyək ki, bu savaşlarda özünü qalib kimi göstərmək və yaxud da məğlub olubsa, bunu bir ikinci, üçüncü dərəcəli bir səbəblərlə izah etmək və yaxud da xəyanətlərlə filanla izah etmək. Bundan biz tarix elminin o ciddiyyətinə kölgə salırıq. Və ən böyük missiyası da keçmiş səhvlərdən dərs almaqdır. Məsələn, Güney Azərbaycanda da son 100 ildə milli hərəkat dövründə çox böyük səhvlər olub. Əgər biz ənənəvi qaydada yalnız bizim qarşımızda duran düşməni görüb, özümüzün zəifliyimizi görməsək, o zaman bizi ibrət dərsi ala bilməyəcəyik. Və milli hərəkatın taktika və strategiyasındakı o səhvləri görməsək, onda biz doğru dürüst bugünümüzü və gələcəyimizi müəyyən edə bilməyəcəyik. Orada içindəkilər Gəmindərəcat bölümündə uyğun bölümlər var. Güney Azərbaycanda siyasi fədakarlıq və milli qəflət dönəmi adlandırdığım 1905-1925-ci ildir. Nəsib bəy, tam da burada bir başlıq var. Məşrutə inqilabına xərclənən enerji, yəni millətləşmə prosesini tamamlamaq üçün sərf edilə biləcək enerji hədər oldu mu deyirsiniz? Bəli, məhz odur. Məşrutə dönəmində Təbrizin qəhrəmanlığı bilinən bir məsələdir. Bir il ac qalıb, deməli, o elan olunan anayasanı qorudular. Bu doğrudur. Fədakarlıq etdilər. Səttar xan, Bağır xan və digər qəhrəmanlar əlbəttə ki, bizim milli tariximizin iftixar ediləcəyi səhifələrdir. Bu doğru. Amma gəlin çox ciddi oturub düşünmək zamanıdır. Üstündən 100 ildən çox keçib. Biz harda səhv etdik? Və məşrutə inqilabından karlı çıxan millət kimlər oldu? Mənim iddiama görə, və bu kitabda da onu vermişəm, farslar daha karlı çıxdılar. Çünki nədən? Baxın, yozlaşmış, zəifləmiş, Azərbaycandan da qopmuş, Qacarların hakimiyyətdən getməsində, yəni onların hakimiyyətinin ləğv olunmasında Azərbaycan birinci dərəcəli rol oynadı. Və əvəzində bunun perspektivini heç düşünmədi. Ondan sonra da bu pəhləvilərin hakimiyyətə yiyələnməsini də bu milli ağıl ya millətin düşünən o hissəsi görməli idi. Anayasanın o elan olunmasından sonra Fars bürokratiyasının ölkənin idarəsindəki o çəkisi biraz da artdı. İlk dəfə olaraq bu coğrafiyanın tarixində nə oldu? Fars dilinin statusu, rəsmi statusu o birisi dillərin statusundan yüksək oldu. İlk dəfə deyildi ki, məclisin nümayəndələri mütləq fars dilini bilməlidirlər. Niyə farsça? Yəni,
İran'da, Qacar İran'ında istifadə olunan o dillərdən birisi seçildi və ona əlahiddə bir status verildi. Bunu davam ettirməkdə olar. Ya 1920-ci il Təbriz üsyanı dövrü. Bu da bizim tariximizin çok gururlu bir dönemdi. Eyni zamanda çok dramatik bir dönemdi. Neden? Çünkü ben hesap edirəm ki Şeyh Məhəmməd Xiyabani daha çok İran'ın bütövlüğü uğrunda mübarizə apardı. Nəinki Azərbaycanın muxtariyyəti uğrunda. Şeyx Məhəmməd Xiyabaniyə işarə etdiniz. Azadistan dövləti. Onunla Məmməd Əmin Rəsulzadəni necə müqayisə edərdiniz? Yəni eyni dövrdə amma zidd istiqamətdə hərəkət edən iki lider. Bugünkü hərəkat hansı xətti seçməlidir? Bu da elə məhz o tarix dərslərindən birisidir. Quzey Azərbaycanda milli hərəkat Güney Azərbaycandan fərqli yolla getdi. Neden farklı yoldan yetti? Bunu da bu vaxtımızı imkan verməyəcək. 19-cu əsrin başlarında Azərbaycan bölündüyündə hərəsi bir yolla, hərəsi fərqli o şərtlərdə inkişafını davam etdirdi və 20-ci əsrin əvvəllərində əgər Azərbaycan Milli Hərəkatı və onun düşünən insanları, fədakar insanları daha çox Qacar İranının bütövlüyü uğrunda mübarizə aparırsa, amma Quzey Azərbaycanın milli hərəkatının elə bir dərdi yoxdur. Və üstə gəl, qonşuları, yəni Gürcülər və Ermənilər siyasi cəhətdən daha aktiv bir hərəkata sahib idilər. Və Quzey Azərbaycan çox fərqli bir coğrafya, siyasi coğrafyada özünü tapmışdı və Hristiyan, hər şeyindən fərqli bir Rusiya imperatorluğunun içində özünə yol arayırdı. Ama Güney Azerbaycan bir ilğım içindeydi, bir hayal içindeydi. Çünkü Güney Azerbaycan o məzlumiyyətini hələ dərk edə bilmirdi, çünkü məzlum vəziyyətdə değildi. Ama Kuzey Azerbaycan artıq neçə 10 ildir özünü çok farklı bir siyasi şəraitdə gördüğündən bütün o sahelerde bir baskı altında olduğunu hissettiğinden milli harekat başka bir yolla gitti. Yani diye ki ait olduğu cemiyetin ya Rusya cemiyetinin fedakar ünsürüne çevrilmedi, çevrilebilmezdi. Hatta muharebe dövründe Birinci Dünya Muharebesi dövründe ya ondan evvelki muharebelerde Kuzey Azerbaycan'dan da bu orduya filana adam çağırmışlar çok məhdud miqdarda. Onun belə fərqindiydi ve Birinci Dünya Muharebesinde səfərbərlik elan eləyəndə Kuzey Azerbaycan ona müqavimət gösterdi. Getmedi. Çünkü çok yad bir rejim içinde yaşadığının fərqindeydi. Ve bu milli harekatın hedefi doğru müəyyən olundu. Deyək ki, şərti olarak Rəsulzadə xətti, şərtidir təbii, tək Rəsulzadə deyildi. Milli hərəkatı təmsil edənlər, burada Topçubaşı var, burada Əhməd Ağaoğlu var, digər şəxslər var. Amma Güney Azərbaycan hələ Fars kültür orbitindən çıxa bilməmişdi. Daha doğrusu bizim Güney Azərbaycandakı oxumuş kəsim, yəni o ziyalılar hələ oradan çıxmamışdı. Nə zaman bu orbitdən çıxma hadisəsi baş verdi? O zaman ki artık İran Türklüğü məzlum millət durumuna düştü. 1925'ten sonraki hadiselerde bizim dinleyicilerimiz şüphesiz ki bilirler. Ve ikinci dereceli bir ünsüre çevrildi. Bu etnik münasibətlərin o keskinleşmesi fonunda neler olduğunu bizim dinleyicilerimiz bilirler. Ve 1941 ondan sonra 41'de Azerbaycan əncüməninin yaranması, cəmiyyətinin yaranması, sonra da 45-46 milli hərəkat döneminde bak buna bir cevap idi. Ve şüphesiz ki Güney Azerbaycan milli hərəkatı bu cür zigzaklı, bu cür o dramatik inkişaf yolunu keçdi. Hatta 1979. yıl İslami İnqilabı döneminde de hələ tam yerini tapa bilməmişdi məncə. Öz hədəfini tam müəyyən edə bilməmişdi. Yəni Ayətullah Şəriət Mədarinin adından bağlı olan və Xalq-ı Müsəlman hərəkatı
dönəmi yenə də ümumi İran hədəfini özünün əsas məqsədi hesab eləyirdi. Bu əlbəttə ki, Güney Azərbaycanla Quzey Azərbaycan arasında bir fərqdir. Amma sonraki dönəm milli hərəkat artıq dediyiniz o Rəsulzadə dönəminin xəttini götürdü və doğrusu da buydu. Bugün də millətləşmə həm səviyyəsinə görə, həm də hədəflərinə görə Güney Azərbaycanla Quzey Azərbaycan arasında da fərqlər var. Bu fərqləri müəyyən etmək də bir-birimizi və bütövlükdə Azərbaycanı daha dərindən anlamaq üçün məncə gərəkdir.